Paşinyanı Erdoğana görə bəyəndilər. Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənilən, bəyənilən kontent New Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur. Report Anadoluya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə kütləvi informasiya vasitələrində müsahibəsində deyib. O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır. Bu ilk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji bariyerləri aşıb. Düzdür, bu hələ ticarət kimi vacib məsələlərə sirayət eləməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir. Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha 3 ay, 6 ay və ya 1 il gecikə bilər. Amma fikrimcə bu yalnız zaman məsələsidir və səbirli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır. Baş nazir Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını, sərhədin dəmir yolu və avtomobil nəqliyyatı üçün açıq olmasını, ticarət əlaqələrinin birbaşa olmasını arzuladığını bildirib.